Vladimir Putin prezident administrasiyasının işini optimallaşdırmaq üçün xarici ölkələrlə regionlar arası və mədəni əlaqələr üzrə prezident administrasiyasını ləğv eləyib. Əvəzində prezident administrasiyasında strateji tərəfdaşlıq və əməkdaşlıq şöbəsi yaradılacaq. Kreml keçmiş SSR ölkələrində yumuşaq güc deyilən qüvvənin təbliğinə nail ola bilməyib və bu təəccüblü də deyil. Strukturun pulları mənasız tədbirlərlə soğurulur, rəhbərlər isə daim dəyişdirilirlər. Eynən bizdəki kimi, eynən. Bugün Rusiyanın müharibəni uda bilməmə səbəbi dostlar 70-dən yuxarı generalının həbs olunmasıdır. Arxain olduğu Müdafiə Nazirliyindəki korrupsiyanın həddi hüdudu yoxdur. Rusiyanı çöktürən budur. Korrupsiyadır. Rüşvətdir. Hə, bizim indi həm yerlərimiz zəng edəcək. Deyəcək ki, Vüqar müəllim, sən deyirsən, orada korrupsiya, rüşvət var. Amma biz onu görmürük. Təbii ki, onu vətəndaş görə bilməz. Çünki silaha, sursata, digər texniki avadanlıqlara, məişət texnikanın hər şeylərinə, yatağına, yeməyinə, içməyinə, Müdafiə Nazirliyinin tək demirəm, amma bütün qurumlarda ayrılan pullar, dostlar, eynən bizdəki kimi şişidilir. Ondan sonra korrupsiya yolu ilə o pullar mənimsənilir. Nəticədə də şar var, ortada pülənmiş bir şar var və gəlirlər, müharibə deyir, baxırlar, görürlər ki, qardaş, bu sadəcə püləkdir, havadan ibarətdir. Yəni, əslində bu şar deyil, havadır. Mən indi sizə deyəcəm ki, görün, Azərbaycana nə qədər pul ayırıblar. Azərbaycandakı bu şəbəkə kimdir? Nəyə görə bu günə qədər o şəbəkə aşkar olunmuyubdur? Nəyə görə onlar cəzalandırılmayıbdır? Hara baxıb bizim müvafiq qurumlarımız? Niyə imkan veriblər ki, Rusiya burada böyük bir agentura şəbəkəsi saxlasın? İndi görün kimlər var burada dostlar. Nəşr Rusiya xüsusi xidmət orqanlarının keçmiş SSR respublikalarındakı yumuşaq gücə yönələn fəaliyyəti barədə məxfi sənəd açıqlayıb. Siyahıda Azərbaycanın da adı var. Nəşrdəki Rusiyalı jurnalistlərin əldə etdiyi məlumatlara görə Rusiya qeyrunun Azərbaycan üzrə məsul zabiti birbaşa Putin administrasiyasına Rusiyanın ölkəmizdə təsirini artırmaq proqramlarının səmərəsizliyi və bunun üçün ayrılan vəsaitlərin mənimsənilməsi barədə məlumat verib. Yəni, baxın ha, koordinatı gedib Putinə deyir ki, qardaş, bizim bu yumuşaq güc adı altında Azərbaycanda formalaşdırdığımız qurum yoxdur, o güc yoxdur ortada. Mənimsənilib, hamısı yeyilib. Əvvəlcə yazıda qeyd olunur ki, xarici ölkələrlə regionlar arası və mədəni əlaqələr şöbəsi 2005-ci ildə Ukraynada narıncı inqilabın qələbəsindən bir il sonra yaradılıb. Fikir verin. Xarici ölkələrlə regionlar arası və mədəni əlaqələr şöbəsi, burada Rusiyavi, Musevizat var idi ha. 2005-ci ildə Ukraynada narıncı inqilabın qələbəsindən bir il sonra yaradıldı. Niyə? Ukraynada yenildilər deyən, ona görə də postsovet məkanında nəzarəti ələ götürmək, narıncı inqilabların olmamasına nail olmaq üçün belə bir qurum yaratdılar. Həmin hadisələr Putini çox qorxutdu və o, prezident administrasiyasında qonşu ölkələrdə məxbəri inqilabların yaranmasının qarşını ala biləcək, Kremlə sadiq siyasətçilərin, siyasi partiyaların təbliğatını apara biləcək şöbənin yaradılması barədə göstəriş verdi. Azərbaycanda da var ha dostlar. Azərbaycanda da bu. Departamentin əməliyyat maraqlarına Ukrayna ilə yanaşı Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna ilə yanaşı Ermənistan, Qırğızistan, Tacikistan, Moldova, Qazaxstan, həmçinin Baltikyanı ölkələr və qondarma Abxaziya və Cənubi Osetiya respublikaları da daxil oldu. Məxfi sənədlərdən aydın olur ki, Azərbaycanla bağlı fəaliyyətlərə qeyrunun zabiti Valeri Çernişov rəhbərliyi eləyibdir. Ona respublikanın tanınmış şəxsləri, o cümlədən məmurlar, hərbiçilər, ictimai xadimlər barədə məlumatlar gəlirdi. Fikir verin, bir daha təkrar edirəm dostlar. Görün, kimdə, harada adamlar var. Ona respublikanın tanınmış şəxsləri, o cümlədən məmurlar, hərbiçilər, ictimai xadimlər barədə məlumat gəlirdi. Qeyrunun digər zabiti Dmitri Avanesov Ermənistandakı vəziyyəti izləyirdi. Z-İnsiderin ixtiyarında Ermənistan hökumətindəki köstəbəkdən xəbərlər var. O, Avanesova baş nazir Nikol Paşinyanın bütün hərəkətləri barədə məlumat verir. Xarici ölkələrlə mədəni əlaqələr departamenti Kozak, yəni Dmitri Kozak, Rusiya prezident administrasiyası başçısının müavini.
üçün qonşu ölkələrdəki vəziyyətlə bağlı məxfi hesabatlar hazırlayıb və o daha sonra onları Putinə təqdim edib. Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat olub. Azərbaycan Departamentinin Qazaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edirik dostlar. Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədə uyğundur. Putinə yazırlar bunu. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların çatışmazlığı açıq şəkildə müşahidə olunur. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzun müddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün yumuşaq güc alətinin yaradılmasına kömək edərdi. QHT işçinin əsas istiqaməti sərhədyanı ərazilərə, gənclərə, tələbələrə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönləndirilə bilər. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli. Daim Azərbaycan cəmiyyətinə daxildən nüfuz etməlidir. Kütləvi informasiya vasitələrində səslənməlidir. Həmvətənlərin birləşdiyi təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək lazım gələrsə, onların rəhbərlərini dəyişmək də lazımdır. Emisarlar Azərbaycana tez-tez gəlməyə başladı. Çoxsaylı seminarlar, dəimi masalar, konferanslar, jurnalistika məktəbləri təşkil olundu bizdə Azərbaycanda. Daha sonra adı çəkilən idarənin keçmiş əməkdaşı həmin quruma bildirib ki, mətbuata bildirib ki, mətbuat qurumuna Azərbaycanda yumuşaq güc üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib. Verin ha dostlar, çox ciddi material da bu. Azərbaycanda yumuşaq güc üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib. Mənim hesablamalarıma görə Azərbaycanla dostluğa 100 milyon dollardan çox pul tökülüb. Tökülüb deyirlər, xərclənməyib demirlər, xərclənib demirlər. Mənim hesablamalarıma görə Azərbaycanla dostluğa 100 milyon dollardan çox pul tökülüb. Amma hər şey boşa getdi. Yenə də çox şey formal qeyd üçün və ya balalayka diplomatiyası ruhunda edildi. Və onlar həmişə istilər və içdilər. Nəşr qeyd edir ki, Moskva ilə Bakı arasında eşq məcarası 2025-ci ilin əvvəlində bitib. Rusiya hakimiyyəti əvvəlcə Azərbaycan hava yolları təyyarəsi ilə bağlı faciənin təfərrüatlarını inatla gizlədib, sonra isə Yekaterinburqda faktiki olaraq dindirmə zamanı işgəncələrə məruz qalan Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığının ölməsi barədə yalan məlumat verirlər. Bu da Azərbaycanla Rusiya arasındakı münasibətləri pozub. Dostlar, Azərbaycan hakimiyyətinin reaksiyası özünü çox göstərmədi. Bakıda Kremlin təbliğat ruporu olan Sputniki sərt şəkildə bağladılar və Rusiya tərəfi ilə rəsmi tədbirlər minimuma yendirildi. Daha sonra materialda deyilir, paralel olaraq təsir agenti rolu üçün nəzərdə tutulan qonşu ölkələrin jurnalistləri ilə fəal iş aparılıb. Aparılır yox dostlar, aparılıb jurnalistikada. Mən çox xahiş edirəm bizim Dövlət Təhlükəsizlik Xidmətindən jurnalistika sahəsində Rus agent şəbəkəsinə dəlb olunmuş adamlar aşkarlansın, qısa müddətdə aşkarlansınlar və həmin adamlar həbs olunsunlar. Bu Nəzakət Məmmədova ilə bağlı mən demişdim, politolog var idi. Bir vaxtlar Hürriyyət TV-yə də gəlirdi. Ondan sonra bizim deməli aparıcımızı öz təsiri altına saldı və bir daha başladı efirdə tamam başqa artıq şeylər danışmağa. Və jurnalistlə, aparıcı ilə aralarında bir mübahisə düşdü. Başqa bir aparıcı ilə, ikinci verilişdə. Ondan sonra bizim əsas aparıcılarımızdan biri olanı da özü ilə bərabər götdü getdi. Güya bizdən küstü. Üstündən bir il yarım keçəndən sonra gecə saat 2-in yaşında mənə zəng elədi. Nəzakət Məmmədov, politolog. Mənə zəng elədi. Bugün artıq o 10 il iş alıb ha dostlar. Rusiya agentura şəbəkəsinə xidmətinə görə. Hətta sonra bir kanal yarattı. Adını da Alfa qoydu. Bu Alfa kanalında başladı feministləri dəvət elədi. Əxlaqsızlığı açıq şəkildə təbliğ eləməyə. Açıq şəkildə.
Bu feminist adı altında fəaliyyət göstərən ki, qrup var ha, o əxlaqsızlar qrupu. Həmin qrupu çıxardırdı Alfa TV-də, dayanmadan onları orada reklam eləyirdi. Gecə saat 2-nin yarısı mənə zəng elədi. Baxdım, gördüm budur. Bir açdım öz-özümə ki, gecənin bu aləmində bu mənə niyə zəng eləsin? Bir il yarındır bu adam bizim efirə də gəlmir, bizdən küsübdür. Telefonu açdım. Yuxuluydum özdə. Dedi ki, çox önəmli bir məsələni sizinlə danışmaq istəyirəm. Dedim ki, buyur. Nə lazımdır sənə gecənin bu vaxtı? Nə qədər önəmli olmalıdır ki, gecə saat 2-nin yarısı mənə zəng eləyəsən? Dedi ki, Vüqar mənim. Bəs mən Rusiyadaydım. Getmişdim orada mənə çəkilişlər eləmişdim. İstəyirəm sabah sənin efirində bunu eksklüziv olaraq Azərbaycan ictimaiyyətinə təqdim eləyək. Dedim ki, başa düşmədim. Hara getmişdi? Ukraynaya mı getmişdi? Rusiya mı getmişdi? Dedi ki, yox. Mən Donetskiyə getmişdim. Hə, birinci dedi Rusiya demə. Dedi Donetskidən, Luganskdən əlində ciddi materiallar var. Dedim, bəs nətər oldu sən Ukrayna tərəfdən keçdin, getdin orada Donetskiyə? Dedi, nə Ukrayna? Mən Rusiya tərəfdən getmişəm və o çəkilişləri orada eləmişəm. Mənə şərait yaratdılar, mən getdim, çəkilişlər elədim və istəyirəm ki, ilk sənin efirindən verəm. Dedim ki, Nəzəkət xanım, mən Rusiyanı sevmirəm. Çünki o işğalçı dövlətdir. O, Ukraynanın ərazi bütövlüyünü, belə deyək, dağıtmaq istəyir. Dedi ki, Vüqar bəy, nə danışırsan? Bəs mən elə bildim, səninlə bu şey eləsək daha möhtəşəm olana. Dedim, yox, anam, bacım, sağ ol. Get harda verirsən, ver. Qısa müddət sonra Nəzəkət həmin xanım Teymurova idi, nəsə Məmmədova deyəsən. Məmmədova. Qısa müddət sonra bu adam həbs olundu. Mən sonra dedim, Allah, sənə çox şükür. Gəlib bizim efirdə mənim xəbərim olmadan bizim ofis aparıcı ilə gelib materiallar paylaşsaydı, bugün məni də onunla bərabər ittiham eləyəcəklər ki, Vüqar Tofiqoğlu da Rusiya işləyir. Və biz 2015, 2016, 2017-ci illərdə Sputnik Azərbaycanla bağlı palaz yazılar vermişik. O gün mən demişəm, dəfələrlə dedim. Həmin vaxtı Əli Həsənov tərəfindən biz təhdid altındaydıq. Dövlətin ayırdığı, mətbuatın ayırdığı yardımdan bir yararlana bilmirdik. Niyə? Deyirlər ki, siz Sputniki işğalandırmayın. Biz deyirdik ki, qardaş, bu Sputnikin başında ermənilər durur Moskvada. Düz. Bu adamların da agent şəbəkəsi var. Düz. Hətta bir nəfər bizim jurnalistimiz, sağ olsun, o da redaktor vəzifəsində çalışırdı. Ona demişlər ki, erməniləri müdafiə eləmək üçün bir yazı yazılmalıdır. Adam oradan istefa vermişdi. Ki, qardaş, mən niyə erməni müdafiə eləməliyəm? Yəni, bu gün indi bunlar bunu onu demək istəyir ki, bizim jurnalistikamızda fəaliyyət göstərən Rus başlar kifayət qədərdir. Onların işi Rusiyanın təbliğatını aparmaq burada. Ona görə də hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu məsələdə səhi artırmalıdır. Bu adamlar aşkara çıxarılmalıdır və həbs olunmalıdırlar. Xarici ölkələrlə Mədəni Əlaqələr Departamentinin redaksiyamızın əldə etdiyi siyasına 136 Kiyev nümayəndəsi və bloger daxildir. Ki verin ha dostlar. 136 Kiyev nümayəndəsi və blogerlər daxildir. Yazıda bir neçə ölkədəki təsir agentlərinin adı çəkilsə də tam siyahı dərc edilməyib. Azərbaycandan buraya kimlərin daxil olduğu isə göstərilmir. Sonda qeyd olunur ki, ləğv edilmiş xarici ölkələrlə Mədəni Əlaqələr Departamentinin bazasında strateji tərəfdaşlıq və əməkdaşlıq departamenti yaradılacaq ki, onun tərkibinə əlavə olaraq daha bir ləğv edilmiş struktur Trans Səhrət Əməkdaşlıq Departamenti də daxil olacaq. Putin təşkilatı tədbirlər üçün 3 ay vaxt verib və Kazakın əvəzinə yeni struktura Sergey Kriyenko rəhbərlik edəcək. Bu o deməkdir ki, Kreml bundan sonra digər respublikalar kimi Azərbaycanda da yumuşaq gücünün təsirini artırmağa çalışacaqdır. Ona görə də hər kəs bu məsələdə ayıq-sayıq olmalıdır. Mətbuatı izləməliyik dostlar. Mətbuatı izləməliyik. Rusiyanın təbliğatını aparan adamların istər siyasilər, istər politologlar, istər partiya sədrləri, istər blogerlər, istərsə də Kiyev nümayəndələri, istərsə də qeyri-hökumət təşkilatları dərhal aşkarlanıb bu adamlar məsuliyyətə cəlb olunmalıdırlar. Şərif yazır ki, Vüqar bəy, bəs Nəzməddin kimə işləyirdi? Bəs mən onu dedim də, Şərif bəy. Hərbiçilər, qeyri-hökumət təşkilat rəhbərləri, partiya sədrləri. Məsələn, bir də Abdalov Səmədov var, partiya sədridir. Mütəmadi olaraq, məsələn, o Rusiyanın tərəfini saxlayır. Mütəmadi olaraq. Qüdrət Həsənquliyev birmənalı şəkildə Rusiyanı dəstəkləmir, amma Rusiyanın bir çox mövqeyini dəstəkləyir. Bir çox partiyalar var, partiya sədrləri var, blogerlər var, kimlər o qədər var ki. Var ki, var qardaş. Bugün Rusiyanın təbliğatını apardığı qəzet də fəaliyyət göstərir.
Bugün nəinki Rusiyanın, bugün FETÖ'nün təbliğatını aparan adamlar burada həm qazet buraxır, həm mətbəə işlədirlər. FETÖ'çülər mətbəə işlədir burada. Amma hüquq mühafizə orqanları buna göz yumur. Dinləmək istəmirlər, qardaş dinmirlər. Ancaq Nəzməddin yox, Ramiz Mehdiyev də Rusiya yönümlü. Nəinki Ramiz Mehdiyev, Əli Həsənoğlu'dur, Ramiz Mehdiyev idi. Vəzifədən çıxartdılar, o Ramil var idi, tutdular, sonra buraxdılar. Siyasi şərhçi idi, hərbi şərhçi. Gedib bizim sərhəd bölgələrində zastavalarımızı çəkib orada burada yayırdı, həbs olunmuşdu, sonra buraxdılar onu.